Payızda başlamışıq xidmət etməyə. Payızda bu bağı budamışıq və birinci dəfədə bura həm polisulfat gübrəsi, bu İngiltərənin bir gübrəsidir. Tam təbii bir gübrədir, tam organik. Yəni buna heç bir şey Dənizin dibindən. Bu gübrə elə bir ki, daş qırıntısıdır. Amma çox böyük nəticələr verir. Ağzıma salmışam onu mən. Bu daşdır. Bildiyiniz qayanı oxalayıblar. Buna heç bir şey qatılmır. Bu da maye fosfor gübrəsidir. Dənizin dibindən götürülən daşdır. Bir bu payızda, bir de ikincide apalikva. Bunun adı Rusça jidki kompleksli udavlenyadır. Belə də adı apalikvadır. 11% azot var tərkibində, 37% fosfor var. Başka onun için tərkibində hiçbir şey yok. Ve biz bura artık ikinci dəfədir bu il yapaqdan hem xəstəliklərə, hem zərərvericilərə, hem de ki inkişaf üçün gübrə üçü bir yerdə çiləmişik bura. Deməli burada da biz onu nəzər almışıq ki, qonşuda hər kəsdə burada yaxında 500 metrdə, 1 kilometrdə arılar var. Onları ziyan olmasın diye biz burada bioinsektisitlər və biofungisidlərdən istifadə edirik. Bu da Rusiyanın, mən sizə orada ciddi mikarizi göstərdim. Onlarda bütün preparatlar organik, biyolojidir. Deməli, fitasporin var, deməli fungisiddir, biofungisiddir, xəstəliklərə qarşı, ən əsas da umuşi xəstəliyinə qarşı və turinbaş. Turinbaş da bioinsektisitdir, hansı ki bütün bu fındıqda olan zərərvericiləri məhv edir. Amma heç bir daha yəni bizə lazım olan həşəratlara və arılara, ya insana, ya heyvana heç bir ziyanı yoxdur. Sadəcə biz bunu, bu prosesləri sınaq üçün edirik. Bugün Balakəndə də, bu Zaqatalada da, Qaxda da, Oğuzda, bütün rayonlarda bu proseslər gedir və ilin sonunda, yəni mövsümün sonunda, sentyabrda biz burada tam bir dənə bir tədbir keçirəcəyik və burada məhsulu ağacda göstərəcəyik. Biz sizə o tərəfdən də göstərəcəyik qıraqdan. Hal-hazırda ağacda necə məhsul var, sağlamdır. Hər bir ağacı belə sirkələyə bilərsiniz və başınıza sizin heç bir həşərat tökülməyəcək. Gedək o qonşunun bağına, durun altına, mən bir dənə sirkələyim. Başınıza bit, birə, gənə, axşam hazırsınız. Burada bir dənə bir şey yoxdur. Həm məhsul artır, həm organik olur məhsul və ətrafda olan insanlara da, heyvanlara da heç bir zərər yoxdur.